Burada durba saldık. Böyle koyacağım bunu. Belediyenin vermediği durbalardı. Bakın buradan yana istemiş ki. Bize durban nedir ki? Böyle bizim həyətimizdədir. Yani istifade ediyorsunuz. Bura çözülmek için. Maşın böyle girsin diye. Türkçü. 10 gün bir ben burada tək qalmışam. Təş işləyirəm yenə burada. Adlarım olsa ki belə. Biz belə bərpa işləri aparırıq belə. Orada burada. Xeyr. Bərpa işləri burada aparılmır. Mən aparıram burada bərpa işlərin. Hal-hazırda məşqin arxasına baxın. Mən kiməsə demirəm gətirib mənə pul verin burada. Mən sizin pul izni edirəm. Mənim özüm işləyirəm. Mən ustayım Allahın köməklə. Mən səbətkar adamam mən. Gedib işləyib firəmi qazanıram mən. Burada baxın. Burada yana deyirəm. Deyirəm imkanı var ki, burada daşan verin, kuman verin, kubiqan verin. Allahın əvidir, baxın Allahın əvinin arxasına. Gedib oturub burada dindən, Allah ta imamdan danışıb əvinə 100 minlər yığanlar mənim adımı siyasətdən qoydu. Bax ki, burada bir siyasət var. Bu məhkəmin arxası şuraya Allah dübərdiyiz davasını görün bir dənə. Deyirəm ki, gəlib deyirsən kimsən burada öz başınasın, deyirəm, cənab daxırsan adınız var da, bizim deyirəm, sən nə demək istəyən, mənə nə lazım olsa çalaq orada mənə göstər şeylər, yəni deyərləşik belədir, belədir. Deyir şeydir, burada deyir köhnə axtı ayşı şeydir. Ki, bu polisin adamıdır, bu polisin agendidir. Mən deməyim, bu cənab daxırsan adı deməliyəm mən, o bizim hamımızın naziridir. Hamımızın təhlükəsizliyini qoruyur. İş verən sizin özünüzsünüz. Burada nə işləyən şey var ki, mən deyirəm ki, fansiyasına kömək eləyən, deyir orada deyir ki şeydir. Bu polisin arqanıdır deyir, o cənab naziridir. Yedirmirəm ki, cənab sədədir, cənab naziridir. Hamımızın naziridir. İmkan vermirəm ki, düşünməm. Salam əleykum. Salam əleykum. Sağ ol, qardaş, Allah kömək edirsən. İmkan vermirəm ki, məsələn gedim, ona da sözümü deyim. Deyim ki, məsələn, bax, məqsəbim nədir mənim məqsəbim? Dinim, dədə-baba məqsəbidir. Dinimiz də dövlətimizin dinidir. Hamımızın dini eynidir. Dövlət hamımızıq. Dövləti hamımız qorumalıyıq. Dövlət də bizi qorumalıdır. Deyək ki, burada baxın da, Cənab nazir, sizdən də, bizdən də Allaha çox inan adamlardandır. Və sən günah işləyərsən, təhə tutmasın. Sən də sən yaxa belə elədi. İndi mən nə deyirəm ki, buyurun da, tək qalmışam burada, tək. Mən tək-təkimə bir işləyirəm. 10 gündür ki, mən buranı tərs vermişəm, indi bu qabağa qalır. Yenə də böyle, yenə başlayıram, tərs vermək qalmış qırılışıdır. Salam əleykum. İmkan bozu. Buyurun, həylən ki, tərbiyəsi olmayan adamlara inam gətirməyin. Buyurun, gəlin bura. Kəsbələdiyyə sədri Tovit müəllim. Cəhət deyəcək ki, indi götürək yenə, əlına şəkil aparat götürən, kamil etsən Cumhur Məhsinin üstünə. Şəkillər, rəhbərliyi Allah'la bəsdir. Bəsdir bu boyda Allah'la. Allah buyurunuzdan gətirsin, görün bir dənə, cənab sədrin elədikləri. Bu boyda qurur yaradır, deyək ki, kömək eləyəm bu adamlara. İş adamlarına kömək eləyəm. Heç iş adam deyərəm, amma Allah'ın əmin bəs edəcəklərsə, bu bizim hamımız alırız da. Niyə verirsiniz? İndi bundan sonra şəhətlər edəcəkdir. Sən daha deyə bilməyərsən bunu namı eləmişəm. Mən də şöhrətpərəstəm deyərəm, mən Allah tutarsan. Bunu da bütün cəmaatımız bilməli ki, burada Kətbələdiyyə sədrinin heç bir haqqı yoxdur. Yerdə hələ qazetə şahitlər ki, köhnə ölçün sənələr var, babasına görə var ki, o göstərir ki, gedin çəkin, verin qazetə ki, hə, görə bunlar belə deyil. Sən sənə körpü görüm, sən bu neysən bu şəhətdə? O körpü mən 50 tonluq kranla qoymuşam bura. Araba da öyle ki, yəni görürsən. Bütün qadınlar, qoca arvadlar burada yıxılırdı. İndi heç utanırsan, uşaqlarım baxsın mənim bu gün danışığıma. Uşaqlarım utansın. Allaha tapşırıram sizin burnunuzdan gələcək inşallah. Mən deyəcək, tək qalmışam burada. Əli çəkirəm, qardaşım bax. Gəlin mənə qoyun qırağam, mən yoxum. Kömək eləyəm buranın arxası hörülsün. Eləyə bilməsəm də mən bura anazından, Allahın izni ilə mən bura sulaq seçəcəm. Yəni mən bunu eləyəcəm. Var o qardaş, Allah daha kömək olsun.